Prezident İlham Əliyev məcburi psixiatrik müayinə ilə bağlı yeni dəyişiklikləri təsdiqlədi. Psixiatriya yardımı haqqında qanuna edilən dəyişikliklərə görə psixi pozuntusu olan şəxslərin məcburi psixiatriya müayinəsindən keçirilməsi artıq onların özlərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan da mümkün olacaq. Məhkəmənin də hökmü olmadan prokuror və polisin qərarı vətəndaşın psixiatriya müayinəsinə göndərilməsi üçün rəsmi əsas ola bilər. Deyəsən, qanun qüvvəyə minər-minməz artıq tətbiq olunmağa başlayıb. Bu yaxınlarda məşhur rapçi Elşad Xosenin məcburi qaydada psixiatriya xəstəxanasına yerləşdirildiyi xəbəri yayılıb. Bəzi media qurumlarının məlumatına görə, ötən ayın əvvəlində prezidentin kürəkəni Emin Ağlarova aid Sibrizdəki restoranların birinin rəhbərliyi tərəfindən konsertlə bağlı anlaşmanı pozduğuna görə Elşad Xose barəsində polisə şikayət edilmişdi. Elşad Xosenin psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbəri Səhiyyə Nazirliyinin mətbuat xidməti nə təsdiq, nə də təkzib edib. Onlar bildiriblər ki, qanunvericiliyə əsasən bu kimi məlumatlar tibbi sirr hesab olunur. Əslində, bu və ya digər cinayətdə ittiham olunan şəxslərin psixiatriya xəstəxanasında müalicə almaları barədə məhkəmə qərarları ilə mediada mütəmadi olaraq rastlaşırıq. Məsələ burasındadır ki, bu qanun qəbul olunmazdan əvvəl də polisin öz səlahiyyətini aşmasına dair şikayətlər üzə çıxmışdı. Məsələn, 2010-cu ildə Sücayət Xəlilovanın ekspertiza keçirilmədən polis tərəfindən küçədə zorakılıqla maşına əyləşdirilərək ruhi dispansera yerləşdirilməsi barədə məlumat yayılmışdı. Halbuki o, mülkiyyət hüquqlarının pozulmasından şikayətlənirdi. Və ya 2018-ci ildə Astara şəhəri 2 saylı məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev məktəbdəki rüşvətxorluq və təhsil sistemindəki problemlər barədə məlumatları ictimailəşdirdiyi üçün polis tərəfindən zorakılıqla evindən bölməyə aparılmış, oradan da məhkəmə qərarı olmadan Lənkəranda yerləşən əsəb dispanserinə göndərilməsi haqda məlumat verilmişdi. 27 gün dispanserdə saxlanılan müəllim məktəbə işə götürülərkən sağlamlıq haqqında arayış təqdim etdiyini deyirdi. Hətta elə halda olub ki, polis tərəfindən ruhi əsəb dispanserinə yerləşdirilən şəxsə psixiatr həkimlər sağlam diaqnozu qoyublar. Prezident İlham Əliyev və ailə üzvləri barədə sosial şəbəkələrdə sərt tənqidi çıxışlar edən Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü olmuş mərhum Ziyafət Abbasova 2023-cü ildə Maşdağdakı 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Ziyafət Abbasova həmin hadisə haqqında bunları demişdi. Yaşadığım sığınacaqdan polis tərəfindən aparılmışam. Səhər saat 11 radələrində 5 polis əməkdaşı sığınacağa gələrək məni Zabrat qəsəbəsində yerləşən 15-ci polis bölməsinə aparıblar. Xahiş etdim ki, əynimi dəyişim, dərmanlarımı götürüm, imkan vermədilər. Orada bir neçə saat qaldım. Daha sonra ruhi əsəb dispanserinə aparıldım. Orada mənimlə yaxşı davrandılar. Dinlədilər, dərmanımı gətirdilər. Dünən iyunun 7-sində mənə dedilər ki, səndə ruh pozğunluğu yoxdur, tam sağlamsan. Eyni şəkildə 2020-ci ildə AXCP üzvü Aqil Hümbətov polis tərəfindən saxlanılaraq məcburi şəkildə 1 saylı psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Həyat yoldaşı və özü onun psixi xəstəliyinin olmadığını və hakimiyyəti tənqid edən çıxışlarına görə cəzalandırıldığını desə də, müxalifətçi özünün və ailə üzvünün razılığı olmadan psixiatriya xəstəxanasına göndərilmişdi. Halbuki beynəlxalq hüquq normalarına görə şəxsin razılığı olmadan psixiatr onu müayinə edə bilməz. Bunun üçün məhkəmə qərarı olmalıdır. Hətta psixiatrın şəxsi xəstəxanaya yerləşdirilməsi barədə rəyi olarsa belə, yenə də məhkəmə qərarı olmadan məcburi hospitalizasiya və müalicə yol verilməzdi. Bir sözlə, beynəlxalq hüquq normalarına görə psixi xəstəliyi sübut edən kifayət qədər faktlar təqdim edilməyənədək şəxs psixi sağlam hesab olunur. Psixi sağlamlıq prezumsiyası demokratik dövlətlərin qanunlarında insan haqlarının ayrılmaz hissəsi kimi göstərilir. Az öncə sadaladığımız faktlar postsovet məkanında da geniş yayılmış praktikadır və Rusiyadan tutmuş Orta Asiya respublikalarına dək günü bu gündə tətbiq edilməkdədir. Tarixçilər bunu Sovetlərdən qalma KGB ənənəsinin davamı kimi izah edirlər və bunu onunla əsaslandırırlar ki, SSR dağılsa da onun dövlət idarə etməsindəki tarixi irsi əksər respublikalarda qalmaqdadır. Çünki bu dövlətlərin başında duran şəxslər elə SSR dövründən qalma nomenklaturanın nəsil davamçılarıdır. Yeri gəlmişkən, məcburi psixiatriya xəstəxanasına yerləşdirilmə halları ilə bağlı Saxarov mərkəzinin hesabatında göstərilir ki, təkcə hakimiyyətin aktiv tənqidçiləri deyil, adi vətəndaş belə avtoritar rejimin zorakılığı altında əzilir. Stat: 64 yaşlı qadın əşyalarının oğurlanması və polisin bunu araşdırmaqdan imtina etməsi barədə şikayətlə polis orqanlarına müraciət etdikdən sonra Moskvanın Alekseyev adına psixi xəstəxanasında bir həftə saxlanılıb. Vəkillər deyirlər ki, polisin saxladığı adamlara sedativ maddəli o qədər iynə vururlar ki, onlar ağız suyu axıntısı ilə anlaqsız vəziyyətdə hakim qarşısına çıxarılırlar. Rəsmi audio yazılara əsasən, belə halların birində məhkəmə cəmi 3 dəqiqə 27 saniyə ərzində məcburi hospitalizasiya barədə qərar çıxarıb. Qadın isə 8 ay psixiatriya xəstəxanasında saxlanılıb. Hakimiyyətin vətəndaşı təcrid etmək və ya cəzalandırmaq üçün psixiatriya xəstəxanalarına göndərmək kimi repressiya alətinə əl atmasının səbəblərini hələ 1971-ci ildə məşhur Sovet dissidenti Vladimir Bukovski belə izah edirdi.
Hüquq müdafiəçiləri bir neçə ciddi problemə diqqət çəkirlər. Birincisi, məhkəmə prosesi çox formal xarakter daşıyır. İclas təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilir, ittihamın mahiyyəti ilə bağlı arqumentlər araşdırılmır, dövlət məhkəmə psixiatrik ekspertizasının rəyi isə mübahisələndirilmir. İkincisi, şəxs ciddi təcrid şəraitində saxlanılır. Onun vəkillə, hətta yaxın qohumları ilə əlaqəsi məhdudlaşdırılır. Ərizə və şikayətlərinə dövlət qurumları tərəfindən baxılmır. Üçüncüsü isə məcburi dərman müdaxiləsidir. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, insanın fiziki və psixi vəziyyətinə ciddi zərər vura bilən dərman preparatları ona məcburi şəkildə yeridilir. Sözügedən qanuna gəlincə, ortaya çıxan suallardan biri də budur. İllərdir polisin qeyri-qanuni gördüyü işlər niyə indi qanunla çərçivələndi? Polis avtoritar rejimin vuran yumruğunu simvolizə edir. Bu cür qəddar repressiv alətlərin polisin ixtiyarına verilməsi cəmiyyətdə qorxu xofunu gücləndirməyə yönəlib. Bununla hakimiyyət həm də polisin cəmiyyətdəki rolunun və gücünün böyüdüyünü mesajlarını verir. Cəzasızlığa arxayın olan polis vətəndaşa qarşı azğın və qəddar davranışı ilə avtoritar rejimlərdə sabitliyin və asayişin təminatçısı funksiyasını həyata keçirir.